Ailə var ki, iki övladın biri avara bir insandır, digəri uğurlu bir insandır. Eyni ailədən çıxıblar. Yaxşı, necə oldu ki, yəni ailə eyni, travma eyni, ancaq biri uğurludur, biri uğursuzdur. Uğursuz ailələrdən çox gözəl nəticə çıxartmış insanlar var. Psixoloqların dünyada tanınmış ən böyük psixoloq, psixoterapevtlərin əksəriyyəti travmatik ailələrdən çıxıblar. Ancaq uğurlu insan olublar. Yəni, Röşən, sizin sözünüzə qüvvət, Fironun evindən Asiya ilə Musa çıxıb. Razısınız da, yəni o evdən bunlar çıxıb da. Amma oradan bu cür nə məqamda. Ya məsələn, Nuhun ailəsindən də kənar çıxıb. Mənə həmişə çox təsir edib bu söz, bu fikir. Nuhun gəmisində, Nuhun övladına yer yoxdur, heyvana yer var. Bəzi heyvanlar da mindirdilər gəmiyə, bilirsiniz. Yəni, insan nə qədər heyvandan da aşağı tənəzzül edə bilər ki, amma Nicat, hətta Nuhun balası da ola bilər ki, özü maraqlıdır, məqam üstündə deyir ki, İnnəha əməlun qeyri-salih deyir, Nuhun problemidir, Allah Teala çıxardır Nuhu vəziyyətdən. Deyir, bu öz əməllərinin nəticəsidir. Özünün etdiklərinə görə bu günlərə qaldı, ay oyan, ay buyan deyir.